Salam hər kəsə. Bu gün bizim ikinci dərsimizdir və mən ikinci dərsi çəkirəm. Deməli, bu gün izah edəcəyəm mən sizlərə Linux-da user və qrup permissionlarını, file və folder permissionlarını, sonra file və folder ownerlığını, yəni sahibliyinin dəyişdirilməsini, xüsusi icazələri, bura yəni SUID, GUID və UMask, daha doğrusu sticky bit və ən axırda da UMask'ı mən izah edəcəm. Elə isə başlayaq dərsimizə. Deməli, slaydı da qoy açım burada. Qəşəng bir slayd hazırlamışam. Əminəm ki, bu dərs əvvəlki dərs, ən azı əvvəlki dərs qədər maraqlı və faydalı olacaq. Çox qəşəng bir slayd hazırlamışam. Hər bir detalı ən incə ayrıntısına qədər yazmışam və çalışacağam ki, ən sadə dildə izah edim ki, hər kəsə hər şey aydın olsun və heç nə qaranlıq qalmasın. Bu slaydımızdır. Və başlayaq dərsimizə. Deməli, Linux-da fayl və folder icazələri çox vacib bir mövzudur, yoldaşlar. Çünki hər bir faylın və folderin kimlər tərəfindən oxunacağına, dəyişdiriləcəyinə və icra ediləcəyinə dair müəyyən qaydalar mövcuddur. Gəlin başlayaq. Deməli, ilk olaraq istifadəçi və qrup icazələrindən danışaq. Bildiyiniz kimi Linux-da hər faylın və qovluğun 3 icazəsi var. Oxumaq, yəni read, yazmaq, write və icra etmək X ilə işarələnir. İndi bunların hamısının ətraflı mən danışacağam. Bu icazələr faylın sahibliyinə, həmin faylın aid olduğu qrupa və digər istifadəçilərə verilə bilər. Deməli, burada user görürsünüz. Bu deməli sahib mənasına gəlir həm də. Faylın sahibi, yəni o faylın ilk yaradıcısı kimdirsə o olur. Onun üçün fayl üzərində bütün icazələr verilə bilər. İkinci burada qrup var. Qrup faylın müəyyən bir qrup tərəfindən istifadə olunursa, bu qrupa məxsus olan digər istifadəçilər də müəyyən icazələrə sahib ola bilər. Növbəti others'dır, yəni digərləri. Hər hansı bir istifadəçi hansısa qrupda olmasa da fayl üzərində müəyyən icazələrə sahib ola bilər. Deməli, başlayaq fayl və qovluq icazələrindən. Birinci read-dən başlayaq. Burada slaydda mən elə yazmışam. Əvvəlcə mən ümumi bir anlatım, sonra bu slayd üzərindən gedək. Deməli, fayl və qovluq üçün icazələr çox bənzəyir, amma burada bir fərq var. Fayl icazələri faylın oxunmasını, dəyişdirilməsini və icra edilməsini müəyyən edir. Məsələn, proqramları işlətmək üçün faylın icra icazəsi X olmalıdır. Yəni execute. Qovluq icazələrində qovluğun içindəki fayllara necə daxil ola biləcəyinizi və belə deyim də, onlarla necə hansı cür işləyəcəyinizi müəyyən edir. Məsələn, belə bir nümunə vereyim. Qovluğun içini görmək üçün oxumaq icazəsi read lazımdır. Amma faylı yaratmaq üçün isə yazma icazəsi write olmalıdır. Gəlin belə mən hətta görüm. Burada belə deyim də, açılmayacaq. Gözləyək. Deməli, read, write, belə eləyək. Read.
Bunların nə olduğunu mən indi izah edəcəm. Okay. Deməli, gəlin slayddan gedək. Hər şey tam aydın olacaq. Deməli, yoldaşlar, birinci ritdən başlayaq, oxumaq icazəsindən. Burada da iki cür növ var, yəni iki yerə bölünür. Bir var faylın oxumaq icazəsi, bir də var folderlərin oxumaq icazəsi. Faylın oxumaq icazəsi deyildiyi zaman, yəni bu nə deməkdir? Fayla oxumaq icazəsi verir. Yəni fayldakı olan məzmunu biz rahatlıqla görə bilirik, amma onu dəyişə bilmirik. Fayldakı olan məzmunu, yəni içində olan yazılanları görmək üçün biz cat, less, more, head və tail komandalarından istifadə edə bilərik. Cat ümumi faylın içində olan məzmunu göstərir. Less, more, head və tail komandalarından isə mən gələcək dərslərdə isə ətraflı izah edəcəm. Gəlin sizə sadə bir nümunə göstərim. Elə buradakı misal üçün cat mail fayl teksti göstərim. Bunu mən keçən dərsdə izah eləmişdim. Sadəcə burada da yenə bir daha üstündən keçək. Biz hardayıq? Home Red Hat 9-un altındayıq. LL eləyəndə etdiyimiz zaman görürük ki, burada default qovluqlar var. Yəni biz təzə bir qovluq, daha doğrusu fayl yaradaq. Olsun, my file olmasın, şablon olmasın. Yaradaq özümüzdən, misal üçün Vim ilə yaradaq. Faylımıza ad verək, olsun icazə ya da read oxuma icazəsi olsun. Oxuma.txt olsun. Düzdür? İçinə giririk, yazırıq read icazə. Save eləyirik, çıxırıq və cutlə və cut eləməmişdən öncə elə eləyirik və görürük ki, burada yaratdığımız oxuma.txt faylımız artıq yaranır və cutlə onun içinə baxa bilirik. Görürük ki, bunun məzmunu read icazə. Bizim yazdığımız məzmunu görə bilirik. Bu isə faylın read icazəsidir. Biz buna baxa bilmək üçün biz yuxarıda görürsünüz LL yazmışıq. Ümumiyyətlə belə deyim də, faylların və folderlərin icazəsinə baxmaq üçün, yəni LL eləmək və yaxud da ls-l eləməklə biz onların icazələrini görə bilərik. Bax burada misal üçün belə başında misal üçün desktop folderlə başlayaq. Zaten digərləri eynidir. Burada birinci D hərfi onun directory, yəni folder olduğunu göstərir. Amma belə boş olanda isə görürsünüz, bu burada boşdur. Bu isə fayl olduğunu işarə edir. Növbəti misal üçün desktop folderində userin icazəsi read, write, execute-dur. Yəni bu istifadəçi, yəni owner bunu həm oxuya bilər, həm yaza bilər, həm də execute eləyə bilər. Execute nədir? İndi mən onu da izah eləyəcəm. Sadəcə hələ ardıcıllığına gedək. Sonra qrupun icazəsi. Birinci ilk üçlük dediyim istifadəçinindir. Burada da mən bir şey də qeyd edeyim. Gəl onu bura yazaq. Belə aşağıdan yazaq. Orada read, write, execute. Sonra nə gəlir orada? Read. Sonra belə gəlir. Sonra yenə belə gəlir. Bəli. Bu o deməkdir ki, hətta bunu belə eləyim. User
Burada gördüyünüz desktop folderinin icazələri bunlardır. Userin istifadəçi icazəsi read, write, execute'dur. Yəni full permission. Yəni istifadəçi həmin folder üzərində həm read eləyə bilər, oxuya bilər, həm yaza bilər, həm də execute eləyə bilər. Yəni onu çalışdıra bilər. Yəni işə sala bilər. Yəni belə deyim də, indi onu izah eləyəcəm. Sonra qrup icazəsi readdir, write icazəsi yoxdur və execute'dur. Yəni oxuya bilər və işə sala bilər, yəni çalışdıra bilər həmin o folderdə. Üçüncü isə others'dır. Others'da isə yəni həmin yəni owner və qrupda olanlardan başqa digər bütün istifadəçilər isə oxuma və execute icazəsinə malikdirlər. Slayd üzərindən keçsək, biz deməli ilk öncə faylın read icazəsindən danışdıq. İndi isə folderin read icazəsindən danışaq. Folderin read icazəsi deyildiyi zaman qovluğun tərkibini, yəni içində olanları görmə icazəsi verir. Biz görə bilirik. Yəni ls eləyəndə həmin qovluğun içində olan faylları biz siyahı şəklində baxa bilirik. Misal üçün bunu təmizləyim. Misal eləsəm, belə görürəm burada olanları və mən ls documents eləsəm, yazsam, əmrini daxil etsəm, görürəm ki, ls documents'in altında ancaq fayl 4'ümüz var. Bu folderimizin oxuma icazəsidir. Fayl icazəsi, faylın məzmunu görürük, o faylın içində nə olduğunu. Folderin isə read icazəsi isə o deməkdir ki, folder içində olan fayl və ya folderləri biz görə bilirik. İkinci gəlir yazma icazəsi. Bu arada read icazəsinin belə deyim də rəqəmsal qarşılığı burada qeyd eləmişəm 4'dür. Sonra gəlir read icazəsi, yəni yazma icazəsi. Deməli, burada yəni iki yerə bölünür. Fayl və folder üçün write icazəsi. Fayl üçün write icazəsi deyildiyi zaman faylı dəyişməyə, yəni içinə girib içində dəyişiklik eləməyə, məzmununu yazmağa və yaxud da ki, onu tamamilə silməyə icazə verir. Biz isə gəlin bunu yoxlayaq. Bax, burada oxuma.txt faylını yaratmışdıq və qət etdiyimiz zaman bunun içində biz bunu görürdük. Biz istəsək əgər bunun içinə biz əlavə bir söz yaza bilərik. Burada misal üçün komandaları qeyd eləmişəm. Nano, vim, echo və yaxud da cat. Biz vim'i istifadə eləmişik, echo'nu istifadə eləmişik. Cat-la belə bir maraqlı komanda var. Burada bir saniyə qeyd edim. Deməli, gəlin yoxlayaq o komandanı. Əgər biz cat yazsaq və bu işarələrin isə nə olduğunu mən növbəti dərslərdə izah edəcəm. Bu dərsin mövzusu deyil. Sadəcə göstərmə məqsədi ilə izah edirəm. Cat oxuma.txt-in enteri daxil eləsək, bizdən bir dəyər girməyimizi gözləyir. Görürsünüz, burada bu işarə gedib gəlir. Yəni, biz müəyyən bir dəyər girməliyik. Yazaq, misal üçün, dərs 2 Linux yazaq. Linux. Bu arada, bu oxu bir işarə ilə qoysaydım, bu oxuma.txt faylın içində olanı siləcəkdi və onun üzərinə overwrite eləyib dərs və Linux işarəsini yazacaqdı. Ona görə mən burada unutmuşdum. Burada nümunədə bunu belə yazmışam, amma burada bu işarənin birini yazmamışdım. Əliniz həmişə öyrəşsiniz bu cür yazmağa. Bunu gələcək dərslərdə izah eləyəcəm nə deməkdir. Bu cür isə biz bunu daxil eləsək, bizim yazdığımız read icazə məzmunu qalacaq və onun altına və ondan sonra dərs Linux sözlərini daxil eləyəcək. Biz enteri bassaq, yenə bizdə nəsə girməyini, məzmun girməyimizi istəyir. Ya istəsə yenə nəsə yaza bilərik.
Yox, əgər istəmirsə, bunu save edib çıxa bilərik. Save etmək üçün də Ctrl plus, yəni üstə gəl və D düyməsini basırıq. Sonra cat oxuma texti faylını seçsək, yəni bu əmri daxil eləsək, görərik ki, read icazə və dərs Linux sözləri burada qeyd olunub, əlavə eləmişik. Bu oldu bizim fayl üçün yazma icazəsi nə deməkdir? Onu izah etdim. Qovluqlara gəldikdə isə qovluğa yeni fayllar və ya qovluq əlavə etməyə, içindəki faylları silməyə və dəyişməyə icazə verir. Və biz də bunu touch, make-dir, rm kimi komandalar ilə qovluqda dəyişiklik edə bilərik. Gəlin yoxlayaq. Biz bayaqları girmişdik Documents qovluğuna və o qovluğun içində biz gördük ki, daha doğrusu girmədik, ls komandasını istifadə elədik, gördük ki, file4 faylı var. Biz istəsək, indi həmin folderin içində olan deməli file4-ü biz silə bilərik. Amma ilk öncə silməmişdən öncə nəyə baxmaq lazımdır? Gəlin biz girək, cd eləyək, daha doğrusu bunu təmizləyək ekranı, ll eləyək və Documents folderinin permissionlarına baxaq. Görək bizim həmin Documents folderinə write icazəmiz varmı? Biz userik, istifadəçi ownerik. Gördüyünüz kimi Documents'də də bizim full icazəmiz var. Bu isə o deməkdir ki, biz Documents folderinin içində də dəyişikliklər edə bilərik. O zaman girək Documents folderinin içinə, ls eləsək, görək file4 orada var və biz istəsək bu file4-ün adını dəyişə bilərik. Misal üçün eləyək file4 olsun file5 və ls eləsə görək file5-dir və yaxud istəsə bu file5-i ümumiyyətlə silə bilərik, rm file5 ls eləsə görək ki, file5 artıq orada yoxdur. Bu oldu folder için write icazəsi. Burada önəmli bir qeyd yazmışam. Bu dostlar, bu çox önəmlidir. Yəni unutmamalıyıq. Əgər hər hansı bir istifadəçinin həmin folderə write icazəsi ola bilər. Amma elə ola bilər ki, həmin istifadəçinin write icazəsi var, amma həmin folderin sticky biti aktivdir. Bunu da indi də bu sticky bitin nə olduğunda indi mən bu dərsin sonlarına yaxın izah eləyəcəm. Növbəti slaydlarda da o. Yəni əgər sticky bit aktivdirsə, onda həmin istifadəçi o folderin içində yaratdığı öz faylı silə bilər. Yəni o folderin sahibinin yaratdığı yaratdığı faylı silə bilməz. O folderin içində yaratdığı öz faylı silə bilər. Bilmirəm izah eləyə bildimsə yoxsa yox. İndi gəlin bunu sticky bitdə mən sizə göstərəcəm. Hələ ki write icazəsinin fayl və folder içində olduğunu başa düşməyə çalışaq və izah elədim. Keçək növbəti slaydımıza. Deməli, execute icra icazəsi nədir? Burada da iki yerə bölünür. File və folder üçün execute, yəni icazəsi. İlk öncə file üçün başlayaq. Faylın icra edilə bilən, yəni executable bir proqram kimi işləməsinə icazə verir. Bu adətən Linux'dan .sh, yəni skriptləri icra etmək anlayışı kimi başa düşülür. Yəni faylı işə salmaq. Gəlin sizə belə bir nümunə göstərim. Əvvəlcə çıxış eləyək buradan. Çıxış eləyək. Bunu görüm. Bir saniyə. Bunu niyə yığışdıra bilmirəm mən. Belə eləyək. Ll. Deməli. Bir dənə fayl yaradıram. Script fayl yaradıram. Olsun. Nə olsun. Belə bir şey yazaq. Deməli. Vim
Gəl bu səfər Vim-lə yaratmayaq. Həmişə Vim-lə yaradaq. Gəl Touch-la yaradaq. Touch olsun. Execute .sh düzdür. Sonra eləsək o yaratdığımız faylı görürük. Düzdür yoldaşlar. Və indi o faylın biz içinə daxil oluruq. Nəsə o faylın içinə daxil olub bir basic bir skript yazacağam. Deməli insert bu bash script dərsin mövzusudur. Mən onu sizə izah edəcəm. Belə eləyim, bu görsənmir belə. Aha, belə daha yaxşıdır. Echo bu ikinci Linux dersimizdir. Okey. Eləsək, biz burada yaratdığımız execute.sh faylı var. Və biz görürük ki, burada bunun ümumiyyətlə execute şeyi yoxdur. Yəni icazəsi yoxdur. Biz buna execute icazəsi vermək üçün deməli bunu mən də göstərəcəm burada. Hələ ora çatmamışıq. Burada göstərim bir daha. Yenə o növbəti slaytda izah edəcəm. Change mode deməli others plus execute. Ya da belə eləyək. Plus execute eləyək. Yəni həm istifadəçi, həm qrup, həm də digər istifadəçilər bunu execute edə bilirsin. Execute.sh düzdür. Və elə etsək görərik ki, bunu bütün istifadəçilərə execute icazəsi verilib. Bunu təmizləyə belə daha qəşəng görsənsin. Və bunu çalışdırmaq üçün ./execute sh əmrini bassaq və bizim bu basic yazdığımız bash script faylımız işə salınacaq və bu yazdığımız yazı, bu ikinci Linux dərsimiz yazısı ekrana çıxacaq. Yəni demək istədiyim bu əmr var, ./execute.sh. Deməli bash script fayllarını çalışdırmaq üçün işə salmaqdan ötürü, execute eləməkdən ötürü bu slash əmrini istifadə edirik. Yəni execute komandası bu deməkdir. Yəni faylı işə salmaq, çalışdırmaq. Göstərmək istədiyim bu idi. Bunu da fayl üçün execute icazəsini izah etdim. Folder üçün execute icazəsi deyildikdə nə başa düşülür? Folder üçün execute icazəsi o deməkdir ki, biz folderə, yəni qovluğa daxil ola bilirik. Əgər qovluq icra edilə bilən olsa, istifadəçi həmin qovluğa keçə bilməz. Yəni CD edə bilməz. Yəni qovluq icra edilə bilən olmasa, execute olmasa, yəni həmin qovluğun, folderin execute permission olmasa, yəni istifadəçi həmin qovluğa CD əmrini verə bilməz. Başa düşürsünüz yəni nə demək istədiyimi? Yəni gəlin göstərim. Belə deyək. Bax, bir dənə folder yaradaq. Onu təmizləyək. Eləyək. Məsələn, yaradıram, make deyir. Keçən dərsdən bildiyiniz kimi olsun test folder. Düzdür. Test folderimiz harada yarandı? Bəli, yaranıb burada var. Və icazəsinə baxırıq.
Gördüyünüz kimi mən istifadəçi owner user üçün read, write, execute, yəni full permission var. Bunun qrupu ret-dir. Bax, birinci bu sol tərəfdə olanlar istifadəçini göstərir. İstifadəçi hansı userdir? Ret 9 userdir. İkinci sağda olanlar isə həmin istifadəçi üçün olan qrupu göstərir. Yəni test folderinin owneri, yəni useri ret 9-dur, qrupu da ret 9-dur. Və test folderinin görürük ki, yəni mən ret 9 useri üçün read, write, execute icazəsi var. Hətta qrup və others üçün bunun execute icazəsi var. Biz bayaq dərsdə dedik ki, əgər execute icazəsi olmasa biz onun içinə keçə bilmərik. İlk öncə görə biz keçə bilirik. Təbii ki, keçə bilməliyik. Çünki bizim və digər istifadəçilərin və qrupda olan istifadəçilərin bu test folderinə keçmə icazəsi var. Test folder etsək, görürük ki, keçə bilirik. Gəlin bu folderdən çıxaq. Biz indi həmin bu yaratdığımız folderdən execute icazəsini yığışdıraq. Change mode komandasından istifadə edirik. -x o deməkdir ki, həm userdən, həm qrupdan, həm də istifadəçidən execute icazəsini yığışdır. Test folder edirəm və ll etdikdə görürəm ki, test folderdə execute icazəsi yoxdur. Gəlin ekranı təmizləyək və cd əmrini daxil etməyə çalışaq. Görə biz test folderin içinə daxil ola biləcəyik, yoxsa yox. Gördünüz yoldaşlar, permission denied verildi. Çünki biz həmin folderdən execute icazəsini yığışdırdıq. Gəlin o icazəni bərpa edək. Hətta o icazəni sadəcə özümüzə verək. Change mode yəni user, yəni mən, owner plus x, yəni execute folderin adı. Test folder ekranı təmizləyək, eləyə görürük ki, təzədən bərpa olundu execute icazəmiz və biz artıq rahatlıqla test folderin içinə daxil ola bilərik. Bu da oldu bizim folder üçün execute icazəmiz. Fayl və qovluqların icazə formatı bayaq izah elədim. Əslində bunu mən dərsin əvvəlində izah elədim. Deməli, ls komandasına baxa bilirik. Burada göstərdiyim kimi. Daha doğrusu ls-l komandası. Mən burada ll yazanda bunu verir. Mən çünki keçən dərs alias yazmışdım. Yoxsa yox, xatırlamıram. Normalda deməli Red-Hat'da ll komandasını dəstəkləyir, amma Ubuntu'da, yəni Debian'da bu ll komandasını dəstəkləmir. Ona görə onun üçün bəşarsı faylında mən alias yazmışdım, amma bu sonradan xatırladım ki, bu mənim virtual maşınımdır, yəni öz kompüterim deyil və bu Red-Hat maşın olduğu üçün ll komandasını dəstəkləyir. Mövzudan kənara çıxmayaq və davam eləyək. Burada ilk simvol demişdim. Əgər boşdursa fayldır, D hərfi varsa qovluq deməkdir. İlk 3 simvol owner deməkdir. Sonraki 3 simvol qrupu nəzərdə tutur. Sonraki 3 simvol isə others, yəni digər istifadəçiləri. Yəni owner və qrupda olmayan digər istifadəçilər. İcazələrin dəyişdirilməsinə gələk. Bayaqlar mən göstərdiyim change mode komandasını deməli icazələri dəyişdirmək üçün change mode chmod əmrindən istifadə olunur. Mən bunun nümunəsini göstərdim. Deməli chmod user, deməli burada da bu əmri dəyişdirən zaman iki metod var. Bir var simvolik metod, bir də var rəqəmsal metod, yəni aktal formatda. Ən məşhuru təbii ki, mənə daha çox rahat olan rəqəmsaldır. Amma simvolik metodu da var. Mən sadəcə bayaqlar simvoliki göstərdim.
izah eləməkdən ötürü kimə necə rahatdırsa o cür istifadə edə bilər. Mən düzdür dedim rəqəmsal metod, amma bəzən elə olur ki, mən özüm də simvolik metoddan istifadə edirəm. Deməli başlayaq birinci simvolik metoddan. Əgər istifadəçiyə icra icazəsi vermək istəyiriksə, misal üçün nümunədir bu. U, yəni istifadəçi, user, üstəgəl X, yəni execute icazəsi və həmin faylın adı. Əgər qrupa vermək istəyiriksə, G plus W yazırıq və yaxud da ki, digər istifadəçidən oxumaq icazəsini götürsək, O minus R, sonra da faylın adı. Əgər biz bura U yazmasaq, plus X yazsaq, bu o deməkdir ki, həm userə, həm qrupa, həm də digər othersa, yəni digər istifadəçilərə mən execute permission vermiş oluram. Yox, əgər mən minus X eləsəm, bu o deməkdir ki, hər kəsdən, həm userdən, həm qrupdan, həm də othersdan, yəni digər istifadəçilərdən mən execute permissionu yığışdırmış oluram. İkinci isə rəqəmsal metoddur. Bu isə aktal format adlanır. Burada da yenə chmod komandasından istifadə olunur. Gəlin onu da izah edeyim. Deməli, biz dedik ki, read'in əmri 4-dür, write əmrinin dəyəri 2-dir, execute isə 1-dir. Biz bayaqları baxmışdıq, bu documents folderinin icazələri idi. İndi görək, bu icazələrin aktal formatda, bir saniyə, aktal formatda bunların dəyəri nədir? Deməli, read 4-dür, 4 plus 2 plus 1. Düzdür, yoldaşlar? İləmələ. Sonra qrupun icazəsi read 4-dür, write yoxdur, boşdur və execute 1-dir. Üstə gələk 1. Others da həmçinin 4 üstə gələk 1. Bu isə o deməkdir ki, 7, 5 və 5. Bu isə o deməkdir ki, bizim documents folderin icazəsi 755-dir. Burada da mən nümunə qeyd eləmişəm. Misal üçün, chmod 755 myscript .sh faylının icazəsi. Sahibin, yəni ownerin, userin tam icazəlidir. Qrup və digərləri isə oxuya və icra edə bilər. Yəni read və execute edə bilər. Burada başqa bir nümunə vermişəm. Chmod, yəni change mode 644 myfile.txt. Burada isə gəlin buna da baxaq. 644 nə deməkdir? 644 o deməkdir ki, yəni qəbələ yazaq 644. Bu isə o deməkdir ki, yəni 4 2 0. Yəni owner istifadəçi read, write icazəsinə sahibdir. Qrupun icazəsi 4-dür, yəni ancaq readdir. Digərləri boşdur. Yenə 4, others'ın icazəsi isə yenə 4-dür. Yəni read minus. O deməkdir ki, others, yəni digər istifadəçilər də ancaq oxumaq icazəsinə sahibdirlər. Yəni həmin faylı qrup və digər istifadəçilər yalnız oxuya bilər, ancaq faylın sahibi isə, owner isə faylı həm oxuya, həm yaza bilər. Əgər bu fayl bash script faylı olsaydı, bunu execute edə bilməz, yəni çalışdıra bilməzdir. Bu da belə. Keçək növbəti slaydımıza.
Fayl və qovluq sahibliyinin dəyişdirilməsi bu nə deməkdir? Deməli, faylların və folderlərin ownerli permissionları var da, yəni ownerli icazələri var. Və o ownerli sahibliyin dəyişdirilməsini Linuxda biz müəyyən bir komandalar vasitəsilə icra edirik. Bu sahibliyi dəyişdirmək üçün Linuxda əsas iki komandadan istifadə olunur. chown və chgrp, yəni change group. chown komandası ilə biz həm eyni vaxtda istəsək owneri, həm də qrupu dəyişə bilirik. Ancaq ch qrup komandasını istifadə etsək, biz ancaq qrupu dəyişdirə bilirik. Gəlin onu belə izah edeyim. Burada da qeyd eləmişəm. Change chown belə deyim də qısaca mən chown deyəcəm. chown əmri faylın sahibini və qrupunu dəyişdirmək üçün istifadə olunur. Məsələn, burada nümunə vermişəm. chown ali myfile.txt. Bu o deməkdir ki, myfile textinin ownerini mən ali olaraq təyin edirəm. Yəni bundan sonra həmin o faylın owneri ali olacaq və mən istəsəm bu komanda ilə eyni vaxtda o faylın həm sahibini, həm qrupunu dəyişdirə bilərək. Misal üçün chown ali developers myfile.txt. Bu o deməkdir ki, mən bu komanda ilə myfile.txt faylını həm owner təyin edirəm, alini təyin edirəm, həm də onun qrupunu təyin edirəm, qrupunu dəyişdirirəm, developers qrup edirəm. Bundan başqa burada bir şey də qeyd eləmişəm. -r böyük R komandası var. Bu o deməkdir ki, bu rekursiv olaraq faylın sahibliyini dəyişir. Yəni belə deyim də, əgər biz hər hansı bir qovluğa, folderə bu R komandanı daxil etsək, o folderin içində olan bütün faylların və folderlərin sahibliyi avtomatik olaraq dəyişəcək. Yəni burada komanda yazmışam. chown -böyük R ali users my folder. Bu o deməkdir ki, my folderin içində olan fayl, my folderin özü və onun içində olan fayl və folderlərin deməli owneri olacaq ali, qrupu da olacaq users. İndi isə mən həmin o my folder qovluğu və onun içindəki bütün fayllar ali istifadəçi və user qrupuna məxsus olacaq. Bunu da mən dedim. Ondan sonra keçək. Gəlin bunu burada yazılanları mən sizə əyani olaraq da göstərim. Gəlin birinci faylı göstərim. Ekranı təmizləyək. Bir dəqiqə buradan çıxaq. Biz bayaqları burada oxuma teksti yaratmışdıq. Görürsünüz burada onun useri Red Hat 9-dur. Gəlin hər hansı bir user yaradaq. Keçən dəfə göstərdiyim komanda user add olsun, elə ali olmasın, olsun Vəli. User add Vəli. Sudo yazmamışam. Gəlin indi bu oxuma.txt faylımın userini, ownerliyini dəyişək. Gördüyünüz kimi Red Hat 9-dur. Dəyişək bunu. Sudo chown Vəli oxuma.txt. Elə etsək, görərik ki, oxuma.txt faylımızın istifadəçi, yəni ownerli Vəli useri oldu. Hətta gəlin bir dənə qrup yaradaq.
Qrup add olsun, nə olsun? Olsun Linux qrupu olsun. Linux sudo yenə yazmaq yaddan çıxdı. İndi isə eyni vaxtda gəlin biz həm oxuma.txt-nin qrupunu dəyişək, həm də vəli etmişdik. Vəlini dəyişək, indi eləyək Red Hat 9, həm də Red Hat 9-un qrupunu dəyişək, eləyək Linux. Bunu da yenə chown komandası ilə chown yazırıq bura Red Hat 9 2 nöqtə və qrupunu eləyirik Linux. Gəlin burada əvvəlinə sudo yazaq, yaddan çıxmasın. Sonra da həmin hansı faylı dəyişdirmək istəyiriksə onun adını yazırıq. Enter daxil eləyirik. Və gördük ki, bayaqları bunun üzeri owner-ı vəli idi. İndi oldu Red Hat 9 və qrupu dəyişdi, oldu Linux. Yəni bu komanda ilə biz eyni vaxtda həm ownerliyini, həm də qrupunu dəyişə bildik. Gəlin şeyi göstərim, bu rekursiv olaraq həmin folderin və faylın içində olanları. Gəlin belə bir şey göstərək sizə. Biz test folderi yaratmışdıq, düzdür, görürsünüz. İçində Red Hat 9, Red Hat 9 var, düzdür. Gəl indi belə deməli elə eləyək. Girək test folderin içinə. Test folderin içində biz bir dənə folder yaradaq. Olsun, make-dir. Folder 2 olsun. Bir dənə də fayl yaradaq. Touch. File 2. Elə etsək, görək ki, test folderin içində həm file 2 var, həm də folder 2-miz var. Və görürük ki, bunların owner-i Red Hat 9 üzeridir, qrupu isə Red Hat 9 qrupudur. Gəlin indi buradan bu folderdən çıxış eləyək. Qaydaq əvvəlki yerimizə. Gəl indi bu rekursiv əmrini istifadə eləyək. Chown komandası ilə. Chown minus böyük gəlin bunu Red Hat 9-u eləyək vəli. Qrupu olan Red Hat 9-u da eləyək Linux. Və tez sudo yazaq əvvəlinə. Və test folder. Burada mən niyə bu bəli, komandamızı icra elədik. Görürük ki, test folderin owner olduğu, yəni sahibi olduğu vəli, qrupu da oldu Linux. Biz bayaqlar test folderin içinə girəndə gördük ki, test folderin içində yaratdığımız folder 2 və file 2-mizin owner-i Red Hat 9 və qrupu da Red Hat 9 idi. Amma indi gəlin girək test folderin içinə. Sudo ilə girməliyik. Nəyə görə sudo ilə giririk? Çünki biz onun belə deyim də həm ownerliyini, həm də qrupunu dəyişdik. Biz hansı ownerik? Biz kimik? Biz Red Hat 9-uq. Və bura baxsaq görərik ki, biz test folderində ancaq Red Hat 9-a, Red Hat 9 üzərinə biz execute komandasına icazə vermişdik. Amma qrup və adresdə isə test folderin icazəsi execute əmri yox idi. Ona görə bizdən sudo istəyir. Biz
sudo olmadan, sudosuz bu komandanı icra eləməkdən ötürü biz axı dedik bayaqları, əgər həm folderdə execute komandası olmasa biz onun içinə girə bilmirik. Ona görə change mode plus x, yəni execute, bura sudoda yazaq, execute test folder yazırıq ki, biz gördünüz execute komandası icazəsi gəldi. İndi biz rahatlıqla test folderın içinə girə bilərik və ell etsək görəcəyik ki, bayaqlar yaratdığımız fayl 2 və folder 2-nin həm userləri, həm də qrupları dəyişib. Olub Vali və Linux. Ümid edirəm ki, bunu izah edə bildim. Şəxsən mənə çox maraqlıdır. Nə maraqlıdır? Yəni bunu izah eləmək, anlatmaq mənə xoşdur. Özüm də əylənirəm sizə bu dərsi izah edə. Gəl indi ch qrup komandasını mən sizə izah eləyim. Qrupu dəyişmək. Biz dedik ki, qrupu ch10 komandası ilə dəyişə bilirik. Lakin ancaq gəlin buradan çıxış eləyək. ch qrup komandası var. Ch qrup komandası ilə gəlin qabağına sudo yazaq. Ch qrup komandası ilə biz bu yaratdığımız test folderin birbaşa ancaq qrupunu dəyişə bilirik. Eləyək Red Hat 9. Red Hat 9 test folder. Niyə yoxdur? Nəysə səhv yazmışam. Üzr istəyirəm. Yoldaşlarım, burada mən çox böyük də olmasa bir səhv elədim. Bu komandadır. Mən qrup yazmışdım. Deməli saat indi neçədir? Saat indi bir saniyə. Yəni 22:37-dir və mən dərsi çəkirəm. Yorğunluq biraz öz sözünü deyir. Üzrlü sayın sizdə. Ch qrup. Deməli biz nə edəcəkdik? Test folderin qrupunu dəyişəcəkdik. Eləyəcəkdik Red Hat 9 sudo ch qrup eləyək, təzədən qaytaraq Red Hat 9-a və test folder və ekran təmizlə ell etdiyimiz zaman görürük ki, test folderin qrupu təzədən qayıtdı oldu Red Hat 9. Bu da ch qrup komandasıdır. Növbəti slaydımız. Nə oldu buna? Deməli, biz permissionlarla yekunlaşdıq. İndi keçirik xüsusi permissionlar. Yəni buna mən adətən super permissionlar deyirəm. Xüsusi icazələrdir. Deməli, Linuxda 3 cür xüsusi icazə var. SUID, GUID və sticky bit. Deməli, bu nədir? Linuxda icazələr yalnız oxumaq, yazmaq və icra etməkdən ibarət deyil. Bəzi hallarda xüsusi icazələrdən də istifadə olunur yoldaşlar. SUID o deməlidir ki, faylın sahibi kimi işləmək, belə də qoy cümləni biraz daha yaxşı deyim, faylın sahibi kimi işləmək üçün istifadə edir. Yəni, sanki o faylın sahibi sənsənmiş kimi istifadə edə bilirsən. Yəni, faylı icra edildikdə proqram, yəni həmin o fayl və yaxud da folder sahibin icazələri ilə işləyir. İndi göstərəcəm, yəni nə demək istədiyimi. SGID, yəni set group ID isə faylın işlədiyi qrupun icazələri ilə işləməyi təmin edir. Yəni, belə deyim də, mən başqa bir üzərəm, mənim, misal üçün, mən hər hansısa bir fayla, folderə mənim permissionum var. Amma mən, belə deyim də, mənim permissionum həmin o faylı və ya folderi
folderin qrupu hansı icazəyə sahibdirsə, mən həmin qrupun icazəsinə sahibəm. İzah elə bilirəm. Bir də var sticky bit. Sticky bit isə o deməkdir ki, bayaqlar orada göstərmişdim. Qovluqda yalnız faylın sahibi həmin faylı silə bilər. Yəni bir dənə folderə, qovluğa, belə deyim də, sticky bit qoyulur. Və həmin misal üçün də o faylın, belə deyim də, o qovluğun, o folderin permission misal 777-dir də. Yəni hamı girib dəyişə bilər, nəsə yaza bilər, oxuya bilər. Amma həmin o folderə sticky bit qoyulubsa, mən yalnız o qovluqda yaratdığım öz faylı və ya folderi silə bilərəm. O qovluğun sahibinin yaratdığı belə deyim də, faylı və ya da folderi silə bilmərəm. Gəl indi belə bir-bir izah eləyək. Birinci izah eləyim sizə SUID. SUID icazəsi bir faylın icra edildiyi zaman, yəni onu biz çalışdırdığımız zaman, onun işlədən istifadəsini deyil, yəni mən misal üçün bir faylı icra edirəm, işlədirəm və mən həmin o faylın sahibinin permissionları, yəni onun hüquqları ilə işləyə bilirəm. Yəni onun faylın sahibinin hansı icazələri varsa, mən o icazələrdən kənara çıxa bilmirəm. O icazələr əsasında o faylda dəyişiklik və yaxud nəsə eləyə bilirəm. Bu nə deməkdir? Bu adətən sistem proqramları, xüsusi proqramlar üçün istifadə olunur. Məsələn, chmod SUID bu komanda ilə əlavə edilir. Misal üçün chmod u plus s və yaxud da fayl, sonra faylın adı. Burada nümunə vermişəm. Chmod u, yəni user plus s bin password. Burada misal üçün sonra ls-l bin password eləsəm, buna bənzər bir şey görəcəyik. İndi göstərəcəm. Burada görürsüz, ilk 3 dənəsi var deyə user. Bax, set user ID, SUID o deməkdir. Axırında S görürəm. Normalda 3 dənə olur axı. Əvvəlində read, write, axırda S olur. Bu S görürsünüzsə, bilin ki, bu SUID bura təyin olunub. Yəni bu nə deməkdir? Bax, burada belə açıqlama da yazmışam ki, istifadə nümunəsi. Password komandası, password bilirsiniz də, yəni istifadəçiyə şifrə təyin olunması komandasıdır. Password komandası bin password SUID ilə işləyir. Yəni istifadəçi öz parolunu dəyişdirəndə bu əməliyyatı root icazəsi ilə yerinə yetirir. Yəni bin password görürsünüz, burada bin password faylı var. Bu bin password faylının owner-i rootdur. Yəni rootun icazəsinə əsasən mən orada dəyişə bilirəm. Ona görə mən şifrə təyin edəndə məndən sudo ilə komandanı girməmi istəyir. Gəlin sizə göstərim bunu. ll eləyək, ll bin password. Görürsünüz yoldaşlar, S var. Owner'ə, user'ə SUID təyin olunub. Biz bayaqlar value user yaratmışdım, düzdür? İndi gəlin misal üçün value user'ə biz şifrə təyin eləyək. Password value. Görürsünüz nə deyir yoldaşlar? Password only root can specify a username. Ancaq root user'ə deyir şifrə təyin eləyə bilər. Nəyə görə? Çünki bin password'inin owner'i rootdur və həmin o rootun da SUID icazəsi var. Yəni bu o deməkdir ki, başqa istifadəçilər password komandasını icra edən zaman rootun sahib olduğu icazə ilə işləyə bilər. Rootun da
icazəsini biz istifadə etmək üçün komandanın əvvəlinə sudo yazmalıyıq. Password Vəli. Görürsünüz ki, artıq məndən şifrə istəyir. Mən də bura misal üçün 1 2 3 4 yazıram. Komandan görmədi desən. Üzr istəyirəm, estağfurullah. Bura mən yanlış dedim, üzrlü sayın yoldaşlar. Bura mən root userin şifrəsini yazmalıyam. 1 2 3. İndi və ondan sonra artıq məndən vəli user üçün şifrə istəyir. Yəni sudo ilə bu komandanı verəndə birinci rootun şifrəsini istəyir məndən. Ondan sonra vəli şifrə təyin edirəm. 1 2 3 4 1 2 3 4 və artıq vəli mən şifrə təyin etdim. Ümid edirəm ki, bu SUID-ni də izah edə bildim. SGID isə bu da elə SUID-nin əmisi oğludur, belə lordu desək. Yəni SUID-də owner-in sahib olduğu icazələr daxilində biz nəsə elə bilirdiksə, SGID-də, yəni set qrup ID-də isə qrupun sahib olduğu icazələrlə biz nəsə iş görə bilirik. Bax, burada yazmışam. SGID icazəsi bir fayl və qovluğu icra edildiyi zaman onu işlədən istifadəçinin deyil, qrupun icazələri ilə işləməyi təmin edir. Məsələn, chmod g plus s yazsam, myscript.sh yazsam. Bu arada bu fayllara aid olan şeydir, göstərdiyim. Qovluqlarda isə əgər SGID bir qovluğa tətbiq olunsa, həmin qovluqda yaradılan bütün fayllar avtomatik olaraq həmin qrupun üzvü olur. Nə deməkdir? Əgər belə fayla biz SGID təyin etsə, fayl spesifik olan hər hansı bir fayldır. Amma qrupda təyin etsək, bu artıq qrupa verilmiş olur və qrupun içində olan bütün fayllar avtomatik olaraq həmin qrupun üzvü olur. Məsələn, chmod g plus s my folder yazsaq, biz burada görərik ki, qrupun görürsünüz, biz dedik axı ikinci 3 dənə qrupu təmsil eləyir. Görürsünüz, r boşluq s. Bu deməkdir ki, qrupa SGID təyin olunub. Burada SGID-nin aktiv olduğunu göstərir. Yəni gəlin onu da göstərək. Test folderine göstərəcəm. Biz artıq yoldaşlar test folderinin qrupunu Red Hat 9 etmişik. Biz özümüz Red Hat 9 yüzərik və Red Hat 9 yüzəri olduğumuz üçün həm də biz eyni vaxtda Red Hat 9 qrupuna daxili və ona görə biz burada dəyişiklik eləyə biləcəyik. Deməli, bu komandanı biz icra edəcəyik. Chmod g plus s test folder permission deyir. OK. Görürük ki, test folderdə qrupa biz bu S görsəz bilin ki, artıq qrupa biz SGID əlavə etmişik, yəni aktivdir. Belə. Sticky bit nədir yoldaşlar? Sticky bit o deməkdir ki, biz əsasən TMP kimi ümumi qovluqlarda istifadə olunur bu sticky bit. Yəni nə deməkdir? Qovluq folderin daxilində yalnız onların sahibləri və root istifadəçiləri silə bilər. Nə deməkdir? Misal üçün, bax, burada chmod plus t var publicə sticky bit əlavə olunub və bu görürsünüz burada sonda t-ni görürsünüz. Bu o deməkdir ki, sticky bit əlavə olunub və bu o deməkdir ki, icazəsi, yəni bu var public icazəsi 777 olan istifadəçi TMP qovluğunda hər kəs fayl yarada bilər.
Nə deməkdir bu? Nə deməkdir bu? Yəni belə izah edeyim də. Lakin stickbit aktiv olduqda istifadəçi öz faylını silə bilər. Yəni biz belə deyim də yoldaşlar, bir dənə folderə stickbit təyin edirik. Bu stickbit o deməkdir ki, yəni bir folderə, gəlin göstərəm onu mən sizə. Elə test folderində göstərək hətta. Ya test folderində göstərməyək, başqasında göstərək. Make deyir. Adını qoyaq, stick qoyaq. Folderin adını stick qoydum. Burada stick folderimiz yarandı. Gəlin o stick folderinə biz stickbit əlavə eləyək. Görürsünüz yoldaşlar, stickbit təyin oldu və bunun rəngi dəyişdi. Və axırında T var. T var. Gəlin hətta o stickbit folderin içinə girək. Stick folderin içinə girdik. Burada nəsə fayl olsun 7. Özür istəyirəm. Task faylı 7 yaratdım. Və elə etdikdə fayl 7-ni görürük. Görürük ki, bunun Red Hat 9'dur. Useri qrupu deyir Red Hat 9'dur. CD eləsəm, çıxsam, elə eləsəm. Biz burada görürük ki, birincidə, yoldaşlar diqqətlə baxın. Stick folderinin owner üçün icazəsi fulldur. Yəni nə deməkdir? Bu folderin owneri kimdirsə, bu folderdə həm read, write, execute icazəsi var. Amma folderin içinə girəndə o folderdə mən bir dənə fayl yaradıram. Bax, burada məsələn stick şeyində hətta belə bir şey yoxlayaq. Bax, yoldaşlar. Mən istəsəm bu fəaliyyətini silə bilərəm. Niyə silə bilərəm? Çünki bunun owneri mənəm Red Hat 9'am, düzdür? Gəl hətta 2 dənə şey yaradam. CD stickə gireyim. Təmizləyək bunu. Fayl 8 yaradıram. Fayl 8 elə eləsəm, mən tutam ki, bu fayl 7 və fayl 8-in ownerı mənəm. Red Hat 9 yüzəyirəm, düzdür? Gəlin indi bu Red Hat fayl 7-ni silək. Təbii ki, silə biləcəm, çünki mən bu faylın owneriyəm. Həm faylın, həm də folderin owneriyəm. Silək, RM, fayl 7. Sildim, düzdür? Görürsünüz, fayl 8 qaldı. Fayl 8 qaldı. İstəsəm fayl 8-i də silə bilərəm, amma silmirəm. Nə edirəm mən? Buradan çıxıram. Çıxdım. İndi keçid eləyirəm vəli üzərinə. Vəli. Məndən vəli üzərinin şifrəsini istəyir. Şifrəsini daxil eləyirəm. Və mən keçdim vəli üzərinə. Görürsünüz, eləyə bilmirəm. Çünki ora stickbit təyin olunub. Və stickbit təyin olunduğu üçün həm də orada görürsünüz ancaq read icazəsi var idi. Ona görə mən sudo eləsəm məndən vəlinin passwordunu istəyir. Baxa bilmirəm. Gəlin belə eləyək. Mən hardayam, baxaq. Aha. Görürsünüz yoldaşlar. Mən heç bir şey eləyə bilmirəm. Çünki niyə? Stickbit təyin olunub və gəlin biz buradan exit eləyək. Mən daha ətraflı izah eləyim sizə.
Gəlin belə bir şey eləyək. Tam aydın olacaq sizə. Mən bu stick folderinə 777, yəni full permission verirəm. Ki hər kəs buradan girməsi dəyişə bilsin, eləyə bilsin, amma onun içindəki şeyi silə bilməsin. Baxın indi yoldaşlar, mən təzədən suvəli eləyirəm. Suvəli eləyirəm. İndi elə elirsə, yenə görəmirəm. Bir dəqiqə yoldaşlar. Görürsünüz, heç bir şey eləyə bilmirəm. Bax, burada da qeyd eləmişəm. Deyir ki, icazəsi 777 olan, tempi qovluğunda olan hər kəs faili yarada bilər. Lakin sticky bit aktiv olduqda istifadəçilər yalnız öz failini silə bilər. Gəlin belə şey deyək də. Belə bir şey yoxlayaq yoldaşlar. Göstərim sizə. Gəlin buradan sticky biti yığışdırıb birinci. Tam aydın olacaq sənə demək istədiyim. Deməli chmod -t stick düzdür. Stick bir dəqiqə. Stick bit getməli idəsində. Sticky bit getdi, bəli. Görürsünüz? Getdi. Okey. İndi. Buradan çıxış eləyək. Buradan keçək value üzərinə. Üzrlü sayın yoldaşlar. Value source üzərində deyil. Ona görə mən şey eləyə bilmirəm. Gəlin belə eləyək. Ne oldu buna? Deyəsən əvvəlində şey yazmamışam. Все. İndi gəlin bir şey yoxlayaq. Niye? Gəlin başdan eləyək yoldaşlar, nəsə bu alınmadı.
Mən bunu əslində yoxlamışdım yoldaşlar. Almışdım, nəsə bilmirəm niyə belə olur. Neysə yoldaşlar, mən buna bir daha araşdırıb növbəti dərsdə sizə söz verirəm, təqdim eləyəcəm. Bilməm niyə belə problem yaşandı. Dərsimizə davam eləyək. Növbəti slaydımızda UMask'dır. UMask izah edeyim. Deməli yoldaşlar, UMask nədir? Deməli Linux'da standart icazələr var, fayllar və qovluqlar üçün. UMask komandası, yəni yeni yaradılan fayl və qovluqlar üçün standart icazələr müəyyən edir. Yəni biz UMask'ı yoxlaya bilərik. Misal üçün UMask komandasını yoxlayırıq və görürük ki, bizim əməliyyat sistemimizdə fayl və folderlər üçün 0.22'dir. Bu nə deməkdir yoldaşlar? Bax, burada ətraflı yazmışam. Fayllar üçün 666'dır default. Qovluqlar üçün 777'dir. Yəni bu təyin olunur, default belədir. Amma biz misal üçün yoxlayanda görürük ki 0.22'dir. Bu nə deməkdir? Fayllar üçün dediyək 666'dır. Yəni read write, read write, read write'dir. 666 çıxılsın 0.22. 6'dan 0, 6, 6'dan 2, 4, 6'dan 2, 4. Bu deməkdir ki, bizim fayllar üçün olan icazəmiz, yəni yeni təzə fayl yaratsaq həmişə, fayllar üçün olan icazəmiz userin icazəsi read write'dir, yəni ownerin icazəsi read write'dir. Qrup və digər others üçün, digər istifadəçilər üçün isə ancaq read'dir. Folder üçün icazə isə 777'dir. Bu nə deməkdir? Bu nə deməkdir? Yəni burada 777 çıxsın 0.22 yazırıq. Bu da bizə 755 qaytarır. Bu isə o deməkdir ki, bizim default olaraq yəni təzə nə qovluq folder yaratsaq, bizim icazəmiz owner üçün read write execute'dir, yəni fulldur. Amma qrup və others, yəni digər istifadəçilər üçün isə ancaq read və execute'dur. Və biz istəsək bu UMask dəyərini dəyişə bilirik. Gəlin dəyişək, hətta dəyişək. Gəlin əvvəlcə belə bir şey göstərim sizə. Biz dedik ki, bizdə 0.22'dir, düzdür? 0.22 olduğu zaman dedik ki, read write, read'dir. Gəlin yoxlayaq. Təzə bir fayl yaradaq. Fayl olsun tat, fayl olsun 9. Əlil etsək, fayl 9'u görürük ki, read, write, read'dir. Düzdür? Gəlin indi biz ümumi bizim üçün olan UMask dəyərimizi dəyişək. Eləyək 0.27. Bax, burada qeyd eləmişəm. UMask 0.27. 0.27 etdiyimiz zaman artıq bizim bu dəyərimiz olacaq deməli 752. Yəni 700 bir dəqiqə 750 estağfurullah. Bu qovluqlar üçün olacaq 750, folder üçün olacaq 640. Bunu da necə tapırıq yoldaşlar? 666'dan çıxırıq 0.27, yəni 6-6 çıxanda 6, 4, 0, qovluqlar üçün isə olacaq 750. Biz bayaqlar dedik ki, bizdə default 0.22 idi. Yəni fayllar üçün read write, read idi, düzdür? İndi isə olacaq read write, read execute üçün olmayacaq. Yəni others üçün, daha doğrusu others üçün heç bir bizim icazəmiz olmayacaq. Ancaq ownerə və qrupa icazəmiz olacaq. Biz bunu görürsünüz burada. Əvvəl 0.22 idi və faylın icazəsi read write, read idi. İndi biz təzə bir fayl yaratsaq, touch file onu yaratsaq və ll etsək, görərik ki, artıq bizim default icazəmiz dəyişdi. Ancaq owner və qrupun icazəsi var və execute'un icazəsi yoxdur.
Ownerin icazəsi read write qalır. Qrupun icazəsi read qalır, amma və lakin others'ın, yəni digər istifadəçilərin icazəsi artıq qalmır. Biz əgər əvvəlki vəziyyətinə qaytarsaq, umask 0.22 etsək və fayl 11-i yaratsaq və ll etsək və görərik ki, təzədən yenidən bizim icazəmiz, default icazəmiz, fayllar üçün olan default icazəmiz əvvəlki kimi oldu. Gəlin biz hətta bunu da göstərim. Biz dedik ki, default olaraq 0.22 olduğu zaman bizim folder üçün olan icazəmiz 755-dir. Gəlin təzə bir folder yaradaq. Make-dir. Folder 11 olsun bu da. Folder 11 və elə etdiyimiz zaman folder 11-də də görürük ki, folder 11 read write execute, yəni owner üçün full permission'dır. Qrup və others üçünsə ancaq read və execute permissionları var. Bu da bizim oldu umask dəyərimiz. Umask dəyərimiz. Və yekun olaraq desək, deməli, ch10 ilə həm user, həm qrupu dəyişə bilirik. Ch qrupundan ancaq qrupu dəyişirik. Chmod U plus S ilə SUID təyin edirik. Chmod G plus S ilə SGID təyin edirik. Yəni qrupun icazələrini icra edir. Change mod plus T ilə folderə sticky bit qoyuruq. Bu nə deməkdir? Yəni folderə sticky bit qoyuruq. Bu folderin içində biz misal biz owner'i, düzdür? Biz bir dənə folder yaradırıq, həmin folderə sticky bit təyin edirik və həmin sticky bitə, həmin yaratdığımız folderin sticky bit təyin etdiyimiz zaman həmin o folderin içində biz nə fayl yaratsaq və ya folder yaratsaq, həmin o yaratdığımız fayl və folderi ancaq biz özümüz silə bilirik. Digər istifadəçilər əgər həmin fayl və folderə mən full permission vermişəmsə və yaxud da ki, həmin istifadəçilər üçün icazə vermişəmsə, onun içində girib dəyişik, faylın içində girib nəsə dəyişiklik eləyə bilərlər, write eləyə bilərlər. Amma o faylı silə bilməzlər. O faylı ancaq mən silə bilərəm. Çünki o faylın owneri mənəm, daha doğrusu o folderin owneri mənəm və həmin folderə mən sticky bit təyin eləmişəm ki, məndən başqa heç kəs o folderin içində mənim yaratdığım faylı silə bilməsin. Təhlükəsizlik baxımından bu çox önəmli bir şeydir. Düzdür, biz bunu əyani şəkildə göstərə bilmədik, alınmadı, bilmirəm niyə. Mən bunu əslində eləmişdim, uğurlu olmuşdu. İndi bunu araşdıracağam, mən yenə növbəti dərsimizdə sizə söz verirəm. Bu sticky bit söhbətini tam ətraflı sizə izah edəcəm, daha doğrusu göstərəcəm, izah eləməyinə elədim. Bu maskı da izah elədim. Deməli, bu dərsdə biz nəyi öyrəndik, yoldaşlar? Bu dərsdə fayl və folder icazələrini öyrəndik. Read, write, execute-in nə olduğunu öyrəndik. Yəni fayl üçün read əmri nədir, folder üçün nədir, həmçinin fayl üçün və folder üçün write nə deməkdir, onu izah elədik. Həmçinin execute fayl və folder üçün nə deməkdir, onu izah elədik. Fayl və folderin sahibliyi, ownerliyi danışdıq. Onu necə dəyişdirmək lazımdır, onu danışdıq. Qrupu necə dəyişdirmək lazımdır, onu danışdıq. Xüsusi icazələrdən danışdıq. Sonra sticky bitdən danışdıq və ən axırda umaskdan danışdıq. Belə. Bu da bugünkü dərsimizin sonu. Ümid edirəm ki, faydalı oldu. Bir daha sizdən o sticky bit söhbətinə görə çalışın, məni üzürlü sayasınız. Düzdür, videonu geç saat da çəkirəm, biraz yorğunçuluq da öz sözünü deyir, amma mən ümid edirəm ki, sticky bitdən başqa hər şeyi tam ətraflı və yetərincə sadə dildə izah edə bildim. Sticky bit əyani şəkildə sizə söz verirəm, gələn dərs onu göstərəcəm. Mən dərsdən əvvəl onu yoxlamışdım, işləyirdi, amma nəsə indi alınmadı o həmin sticky bit teması. Bax belə yoldaşlar, çalışın, oxumağa davam eləyin, öyrənməyə davam eləyin, hər gün yenisə nəsə oxuyun, öyrənin.
bu mənim göstərdiyim komandaları siz də virtual maşınınızda mütləq və mütləq yoxlayın, işləyin ki, əliniz öyrəşsin komanda yazmağa, artıq sizdə vərdiş alsın. Bir də onu deyim ki, yoldaşlar, çalışın Linuxda hər şeyi, komandaları əzbərləməyin. Çünki komanda əzbərləmək sizi həm robot kimi eləyəcək, həm də siz Linuxda çoxlu komandalar var, onların hamısını əzbərləyib qutara bilmərsiniz. Sadəcə məntiqini tutmağa çalışın və bilin ki, nə vaxtsa nəsə hansısa bir problemlə qarşılaşsaz, bilin ki, belə bir şey var, onu girib Google-da, internetdə axtarıb tapa biləsiniz. Əsas məsələ budur. Sağ olun yoldaşlar, salamat qalın. İnşallah gələn dərsdə görüşərik. Ümid edirəm ki, bu dərsdə növbəti dərs kimi faydalı oldu. Əlimdən gəldiyi qədər ən sadə dildə izah etməyə çalışdım. Ümid edirəm faydalı oldu hər kəsə. Sağ olun. Görüşərik. Allah amanında.